Son zamanlar Marneuldə ərzaq məhsullarından zəhərlənənlərin sayı artıb. Bu haqda İcra Hakimiyyəti əməkdaşlarının iclasında ərzaq məhsullarının mühafizəsi xidmətinin rəhbəri danışdı. Bazar ərazisində qeyri-sanitar şəraitdə ərzaq məhsullarının satışı davam edir. Ötən ay toy mərasimində 17 nəfər məhz Marneuli bazarından alınan balıqdan zəhərlənmişdi. Biz satıcıları cəzalandıra bilmirik, çünki onlar fərdi satıcılardır. Bizim onlara söz deməyə hüququmuz yoxdur. Televiziyanın çəkiliş qrupu da ərzaq bazarında balıq və ət məhsullarının nə dərəcədə sanitar normalara uyğun satışa buraxılması ilə maraqlandı. Məlum oldu ki, məsələ ilə bağlı alıcı və satıcıların fikirləri fərqlidir. Satıcılar hətta müsahibə verməkdən boyun qaçırırdılar. Nə dərəcədə təmiz olur? Ağırdan niyə soruşmuyorsun? Orada kərdədir balığımız. Orada yerimiz vardı. Xaladinlik orada doktor yoxluyur. Xaladinlik var mı? Var, xaladinlikdə var, hər bir şeydə var. Bunu alıb bura qoymuşuq. Bu maketdir, buradan görsədirik, balığımızı veririk. İndi gəlib aparacaq balığı. Olmağı nə dərəcədə təmizdir? Gün vurur axı. Gün bunu gəlib aparacaq kliyentin özü. Zəng elim, gəlsin, aparsın. Üstünü örtür, vurmur, üstü örtülüdür. Xaladinlik də olur. Ona görə də bir şey olur. Təzə buzda olur, açıq olmur. Təzə olur, alırıq. Nə deməli bacı, mən neçə ildir, 10 ildir, 18 ildir burada belə şey satılır. Hələ bir adam gəlib şikayət eləməyib ki, ya atravit olmuşuq, ya xarabma. Tadım gəlirlər, bizə şikayət eləyirlər ki, mağazindən aldıq, atravit olduq. Üst-üstə malı yığırlar, xarab eləyirlər. Biz də açdığımız mal axşama qalmır. Hə, buradan alırıq. Təmiz maldır. Yaxşı maldır. Ну, это неправильно, я так думаю. Пыль, грязь, все на него собирается. Это неправильно. Вы купите оттуда? Я не такой уж потребитель рыбы, но не купила бы. Sakinlərin zəhərlənmə faktlarının qarşısını almaq məqsədi ilə həyata keçiriləcək işlər haqda Ərzaq Mühafizəsi xidmətində rəy bildirdilər. Bu il Səhiyyə Nazirliyindən bəyan olundu ki, ərzaq məhsullarından zəhərlənənlərin sayı artıb. Təəssüf ki, insanların dəqiq hansı ərzaqdan zəhərləndiklərini bilmirik. Onu deyə bilərəm ki, Sadaxılda 17 nəfər balıqdan zəhərlənmişdi. Çalışdıq ki, ərzaq bazarından nümunələr götürək. Həmin zaman aydın oldu ki, bazarda ərzaq məhsulları standartlara uyğun satılmır. Ərzaq Mühafizəsi xidmətindən qeyd edirlər ki, vəziyyətdən çıxış yolu yalnız küçə ticarətçilərinin bazarda yeni istifadəyə verilən köşklərə köçməsidir. Məhz bu yol ilə sanitar normalara əməl olunmuş olar. Candar massivinin sakinləri həyətdəki mini stadionun reabilitasiyası üçün yerli özünü idarəyə birgə ərizə yazaraq müraciət ediblər. Qeyd olunan tələbə Marneuli munisipalitetinin 24 sentyabr tarixinə olan tədbirində Sakrebulo sədri İspəndiyar Kərimov rəy bildirdi. Problemin həlli seçkilərdən sonra nəzərdə tutulur. Yerli sakinlər isə onların müraciətinə müsbət cavab veriləcəyini səbirsizliklə gözləyirlər. Stadionumuz qırıqdır, cəltməsini istəyərik, uçuqdur, uşaqlar yıxılır, ayaqlarınız adınəsə də yaralanır. Nə boyda vaxt ki, zayavlayın, zeyri cəltməylə vuruyor. Sakrebuloya Candar massivi sakinlərindən ərizə daxil olub. Stadionun düzəldilməsini istəyirlər. Onlara söz vermişəm ki, seçkilərdən sonra mütləq stadionları düzəldiləcək. Marabda kəndinin girişinə yaxın ərazidə Tetrizqaronun yerli özünü idarəsi Marneuli munisipalitetinin kommunal xidmətinin köməyi ilə zibil qalıqlarının təmizlənməsini həyata keçirir. Marneuli kommunal xidmət nümayəndəsinin sözlərinə görə zibili bu əraziyə yerli əhali və mərkəzi yoldan keçənlər atır. Həmçinin o bildirir ki, Marneulinin kommunal xidməti zibil qalıqlarının təmizlənməsi prosesində hər il onlara yardım göstərir. Bu sahə kökdən bəri Marabdanın uçaskasıdır, Marabdanın sahəsidir. O Trefaretdən o tərəfə körpüyə Marneulun sahəsidir, o da yazılıqdır. İndi Marabdanın kommunal rəhbərləri, naçalniki bizdən xahiş edib, bura biz yaxın olduğumuza görə biz də bir qəşəng düzəltdik. Həmişə də bunlar çağıranda biz kömək edirik.